Burada bizim ana dovşanımız var. Dovşan. Anam doğaçlarımız anne. Dovşanımız istiyə düşmüşdü. Çekin de bakın. Öləcəkdi, az qalsın ölürdü. Gətirdik burada kondisioneri qoşmuşuq. Sərin-sərin dayanıb burada. Gözləri qıpqırmızı idi. Düzəlir yavaş-yavaş. İnşallah düzələr. Mama söndürme. İnan görməsəydim axşama qalsa öləcəkdi. Gördüm ki, ölür. Gözləri şişib çıxıb yerindən. Ay. Qızım dəymə. Qızım hələ tam özünə gəlməyib. Qızım dəymə. Tam üzüne dersin. Hələ tam özünə gəlməyib. Hələ gözündə şişkinlik, qızartılar var. Ha. Üzüne Görək öləcək ya qalacaq. dersin. Şu onu dokunda bilərəm. Hələ bilinmir. Görək öləcək, qalacaq. Qəşi şlankda çöldə suyla yudum. İnan uzanmışdı yazıq sərin suyun altına. Gətirib bura qoymuşam. Biraz normala dönüb elə bir. İçəri sərindir. Görək. Erkək dovşan və 3 dənə dişi dovşanımız var burada. Balalarıdır. Gəldi. Bunları bura gətirib qoymuşam. Bura çox sərin olur. İndi gün belə keçəndə biraz istilik olur, amma yer betondur, içi də betondur. Yəni sərinlik olur. Axşam tərəfi də vapşi sərinlik olur. İndi biraz istilik gəlir bura. Suları olmayanda su da verəm. Yəni ora keçinmi? Burada kondisionerin şlanka var. Özüm belə qoymuşam ki, həm bura su tökülsün. Bilmirəm haranı çəkirəm, gündən görmürəm. Həm su tökülsün bura, həm də ki bura biraz belə sərin qalsın. Qonşunun kondisionerini şlankada. Yəni bura gətirib qoymuşam. Bura çox yaxşıdır. Buranı düzəltmişəm. Buradan heç yerə gedə bilmirlər. İçərisi də sərin olur. Nə oldu buna? Belə. Yəni yer də sərin olur. Həqiqətən yer də sərin olur. Çünki betondur yəni bura. İndi gün çıxdı, gün bu tərəfə fırlandı. Gün bu tərəfə fırlananda biraz isti olur. Sonra yenə normala dönür. Quşlarımızı da göstərim sizə. Gözəllərimiz. Bilirsiniz bizim o sarı dişi quşumuz ölmüşdü. Niyə ölmüşdü bilmirəm, nədən ölmüşdü. Sonra belə gözəl rəngli bir quş aldım. Rənginə bilmirəm necə düşür. Bənövşəyiydi. Yuvaları yoxdur. Yumurtamaq üçün bir dənə yuva alam bunlara. Görək yumurtayacaqlar mı? Buradakı güllərim. Bu güllərim də ki, bax buradan geçək təzdən bitməyə başlamışdı. Uşaqlar vurdu, qırdı topla. Bu da heç bir dənə də olsun gül açmır. Gül nədir? Yarpaq. Neçə vaxt ucu. Bilmirəm, yəni mən bu güllərə nə verim ki, bu güllər inkişaf eləsin. Çox zəif inkişaf edirlər. Ay, həqiqətən havalar ucu istilənir. Düzdür, hələ küləkli olur biraz. Külək olmasa vapşi dözülməz olar istilər. Bugün işlərim də çoxdur. Güllərim sulanmalıdır. Görək necə olur. Samavar pomidorumuz. Güllərimiz hamısı yanırlar. Biberlərimiz olmağa başlayır. Badımcanlar olmağa başlayır. Minnoş minnoş. Dibləri çapalanmalı, bağlanmalı. Ay, həqiqətən hava çox istidir. Paltar yuyanı almışam. Paltar yuyanı gətirməlidirlər. Dəhşətdir. Gedirsən mal alırsan. 2-3 günə zülümlə gətirib çıxardırlar. Ondan sonra 1-2-3 günə gözdəki gətirib onu
Bilmirəm necə görünür. Baxın, ucu bax belə yumru olan dişidi deyirlər. Ucu bax belə uzunsov olan erkəkdir deyirlər. Mən düşünürəm burada bir dənə dişi, 2 dənə erkək. Balacalar bitmədi. Balacalar çox idi. Nə qədər toxum var idisə, o qədər də nədir, kivi çıxmışdı da. Hamısı çıxmışdı. Mən bunun ağzını açıq saxladım, səhv elədim. Hamısı öldü. Təzədən bağladım. Bu üçü əsas tutub. Görək də inşallah. Amma baxıram ki, deyirlər çünki YouTube'da baxmışam. Dişi erkəkliyi var. Yarpağında deyir yumurluq varsa o dişidir. Uzun sovdusa yarpaq o erkəkdir. İndi görək də 3 dənəsi normaldır. Tutub yaxşı gedir hələ ki. Görək necə olacaq. Dünənləri bildirçinin orada nə qədər yumurtası var idi. Bilmirəm buradan necə düşür. Dəhşət çox yumurtası var idi. Bugün getdim ki, bütün yumurtalar qırılıb, yox olub. Onun hamısını ya bu ördəklər yeyib, ya da qazlar. Mən elə düşünürəm. Maşallah, çünki mənim bildirçinlərim çox qəşəng yumurtamağa başlayıblar. Günə elə 10 yumurta götürürəm mən. Mən dünən götürə bilməmişdim, bugün götürəcəydim. Bugün də baxıram, yoxdur. Bu ördəklər düşünürəm ki, ördəklərin işləridir. Ördəklər. Bayaqda gördüm, başını soxub onların yuvası hissəsinə nəsə axtarırlar. Yumurtaların yeyiblər, qalmayıb. Bir dənəsini tapmışdım, o da qıraqda qalmışdı deyə. Bu dişi qazım, balaca dişi qazım da. Halı çox pis idi, ay öləcək. Oksitetraskirini də attırmışdım. Belə tərpənə bilmir, belə acayip hallardaydı. İndi hiss edirəm ki, bir balaca düzəlib. Görək inşallah düzələr, bir şey olmaz. Böyüsün. Erkək qazımız maşallah normaldır. Bu ördəklərimiz, mənim lal ördəklərim, bilmirəm kamerada düşür ya yox. Bunlar ikisi də elə bir dişi fəriyə oxşuyurlar. Fərəd elə bir ikisi də. Çox istidir həqiqətən. Toyuqlar var burada özünü səriblər. Qumanın torpağını sulamışam, sərindir. Biraz normalda qalırlar. Balacalarım da oradadır. O biri dovşanları götürüb aparıb o tərəfə qoymuşdum ki, ora sərin olur. Orada maşallah vəziyyətləri çox yaxşıdır. Amma dişi dovşan balalayacaqdı. Ona görə burada saxladım. Sən demə, bura dəhşət isti olurmuş. Gördüm uca bugün ölür. Apardım evə. İndi ya öyle ya qala. Hələ ki biraz normaldır. Evdə kondisioner qoşmuşam. Sərindi, biraz normallaşıb elə bir özünə gəlib də normallaşıb. Görək necə olacaq. İnşallah yaxşı olar. Amma balalamayıb. Ayın neçəsidir? Mən ayın 14-ünə gözləyirdim. Balalamadı. Bəlkə də istidən yarımçıq balalayıb. Nə bilim ölüb eləyib. Bilmirəm. Yeyib eləyib. Bu da bizim minnoşlarımız. Deməli 8 dənə kuban ördəyi almışdım. 2 dənə də qazı idi. Kuban ördəklərimdən ilk gün gətirəndə tezdən axşama kimi orada susuz qalır da yazıqları. Gətirdim, bir dəfəyə su qoydum qarşılarına. Bunlar düşdü partlamaya. Yaxşı kələ qazlarıma bir şey olmadı. Mən ən çox da qazlardan elə eşitmişdim. Onları qoruyurdum. Bu səfər başım qarışıb evdə. Gəlib görmüşəm ki, o qədər su içiblər ki, biri öldü kuban ördəklərindən. Biri də ölmək üzərədir. O ölmək üzərə olan xilas oldu, qaldı, yaşadı. Amma o birisi ölmüşdü artıq. Bunlar cüddəşdilər valla. Amma o fərədi ki, bu niyə belə acayip hərəkətlər eləyir? Baxın o bildirçin cüddəşdi elə bir. Amma o cüddəşən, o fərəd, o boğazı mən çünki bildirçini bilirəm ki, boğazı çil-çil olan fərədi, boğazı belə sadə, sarı rəngdə olan, qara çilsiz olan xoruzdur. Baxın deyib, bax o xoruzdur. Bax onun boğazı açıq rəngdədir, onun çili yoxdur. Amma təmiz əsl fəriyə oxşayan ondan cüddəşdi. Belə əcayib olub hər şey. Nəysə, bilmirəm. Yumurta gözləyirəm sizdən. Yumurtayı götürəcəm bu səfər yumurtalarınızı. Yəni kuban ördəyim elə biri partlamaya düşdü, qəfil su içdi, öldü. Birini xilas elədim. Sonra böyümüşdülər. Bu yaxında da gördüm həmin o xilas olan böyümüşdü artıq biraz da. Xeyli keçmişdi üstündən. Ağzını açır yumur, istiyə düşüb. Elə bir bu hissə çox isti olur.
Bunun üstünə indi mən tənəyə gətirəcəm. Bax belə gəlir, baxın. Buranı mən şey eləmək istəyirəm. Mən çəkirəm ya, yox bu tənəyə. Hara gedirsəm o bu tərəflərə uzansın ki, buralar sərin olsun. Setkanın üstü tənəyi olsa çox qəşəng sərin olacaq. Çünki görürəm çox isti olur ora. O qıraq dəhşət isti olur. Ona görə ancaq elə eləmək olacaq. Buradan